Xeyir dediğimiz zaman kardeşlerim, bilirsiniz ki burada da bir araya gelmemiz, tez-tez bunu tekrarlamamız, dayanmadan xeyir etmektir. Həqiqətən dilimizdən çıxan şey boğazımızdan keçsə, şübhəsiz ki o qəlbimizə sirayət edir və bizim sədrimizi genişləndirər. Dilimizdən çıxan nədir? Beləsi məclislərin fəzilətindən danışırıq, lakin yanaşmırıq. Dilimizdən çıxan nədir? Qalxdığınız zaman günahlarının tamamının bağışlanmış olması, Allah Subhanahu Taala'nın mələklərinin sənə dua etməsi. Bunu zikr edirik, lakin fikir etmirik, düşünmürük. Beləsi məclisdən uzaq qalan kimsə, həqiqətən həyatının ən böyük itkilərini yaşadığı günlərinin sahibi olan kimsədir. O bunun fərqində deyil. Allah, məsələ bizim burada iştirak etməyimiz və yaxud da qardaşlarımızın iştirak etməməsi deyil. Amma insan fərqində olmayan ciddi xətalar için Allah Azza və Cəllə insan üçün deyir ki, insan çox tələskəndir. Onun umduğu cənnətdir. Lakin məşəqqətə gəldiyi zaman isə o çox yorğun və nə davranır? Bitkin davranır. Beləsi şeylərə yanaşmaz. Onun umduğu Səlman Farisinin umduğu cənnətdir. Səlman ayağı ilə 5 dənə böyük diyarlar gəzib Allah Rasuluna gəldi, iman etdi. Ayağı ilə özdə bir əzizin oğlu olduğu halda kölə kimi gəldi. Allah Subhanahu Taala ona verdiyi cənnəti sənə niyə versin? Evin böyründə, yanı başında, ovuc boyda olan şəhərinin içində Allahı zikr edir. Sənin tanıdığın topluluq, sən bu həqiqəti bildiyin, oradan qazanacağın səvabı bildiyin, həmən səvabın sənin cənnət səbəbin olduğunu bildiyin halda sən o məclisə gəlmirsən. Allah Azza və Cəllə xeyirli işləri dayanmadan edin deyən qullarından uzaq düşürsən.